Saxla kişi, saxla. Cəmaət Şamillə sənin döyüşünü soruşur ki, necə keçib olanı döyüş? Ay, Şamili şaqqaladım. Üçüncü raundda gördü ki... Şaqqullatdın Şamil. Əlbəttə ki, hə. Gördü ki, üçüncü raundda mənlə bacara bilmir. Dirsəyini, zədəsini zaten bahane elədi. Dedi ki, döyüşü dayandıraq. Şamil, belə bu ciddi danışır bunları, yoxsa məzələnirsən? Əlbəttə ki, mən ciddiyəm. Sən əməlli başlı deyirsən ki, döymüsən Şamil. Bəli, inanmayan da varsa girsin YouTube kanalında Şamil vs. Əlibal yazsın, DSN Boxing Klub. Özünüz də baxa bilərsiniz. Belə də ki, mən YouTube-da var da o forma, düzdür, paylaşmışam mən. Bəs yaxşı, biz səni kimdən döyüşdürək, necə eləyək? Mənim Abdurrahimin məndən çəkidə çox olsa da 63 kiloqram. Sən Abdurrahimlə döyüşmək istəyirsən. Bəs mən sizi face to face eləmişdim, sən 6-cı sparrinqə gəlmədin. Xəstəydim. Xəstələnmişdin. Amma bu dəfə deyirsən ki, deşəsən, hə? Əlbəttə ki. Aşırdasan yoxsa prosta döyüş keçəcək? Babat döyüş keçəcək. Babat döyüş keçəcək. Udacaqlı əminsən, bax çəkisi çox da onun sənə. Sən neçə kilosan? Mən 47 kiloqram. O da 63-də xaravuzda 15 kilo fərq var. Yəni şaqqalayacağımda problem yoxdur. Şaqqıldadasan. Onda buradan Abdurrahimə səslən. Abdurrahim, sən bu həftənin 6-cı günü ringdə gözləyəcəm. Sparrinqi fırlatma gəl. Sənə halaldır qardaş, sənin sözüm yoxdur. Davay, işlə. Abdurrahim, sənə göstərəcəm bu videonun cavabını gözləyəcəksən. Uşaqlar, 6-cı gün Abdurrahim Əlibala cırışması. Hər kəs YouTube kanalında abunə olsun, gözləsin.